Türk dövlətini bir-birinə salan və yüzillər boyunca Osmanlı və Səfəvi müharibələrinin başlanğıcı hesabı olunan müharibə olan Çaldıran müharibəsinin üzərindən artıq 512 il keçir. Çaldıran müharibəsində nə oldu? Ümumiyyətlə, bu müharibə niyə bu qədər şişirtilir? Gəlin başlayaq. Çaldıran müharibəsi ümumiyyətlə Sovet İttifaqı dövründə çox şişirtildi, mübaliğə edildi və elə bil ki, dünya müharibəsi başlanmış kimi bizə ifa olundurdu. Ümumiyyətlə, köhnə Azərbaycan tarixi nəşrlərində Çaldıran müharibəsi haqqında çox mənbələr verilər. Amma Səfəvi mənbələri belə Çaldıran müharibəsi haqqında sadəcə kiçik bir paraqraf yazırlar. Hətta Osmanlı mənbələrində belə Çaldıran müharibəsi haqqında sadəcə bir-iki dənə cümlə deyilir. Bundan başqa, Çaldıranda bir neçə yalanlar ortaya atılır. Güya şah döyüşdən qaçıbmış kimi yalanlar. Əgər döyüşdən qaçan şah olsaydı, ümumiyyətlə şah döyüşdən qaçsaydı belə, o dövrdə şah bunu özünə yedirə bilməz, hətta özünü öldürə bilərdi. Amma bu döyüşdən qaçan şah deyildi. Döyüşdən şahı qaçırtan elə validəsi Aləmşah bəyim idi. Aləmşah bəyim oğlunun yaralandığını və huşunu itirdiyini gördü. Ümumiyyətlə, oğlunu döyüş meydanında buraxıb getmək istəmədi. Oğlunu döyüş meydanından qaçırtdırdı. Hətta Şah İsmayıl ayıldıqdan sonra, yəni müalicədən sonra ayıldıqdan sonra validəsinə hisslənmiş və döyüşdən niyə məni qaçırdınız demişdi. Gələk indi digər bir teoriyalara ki, şahın güya o dövrdə topu və tüfəngi yox idi. Xeyr, bu tamamilə yanlışdır. Osmanlı mənbələrində şahın topu və tüfəngi olmadığı deyilsə də, şahın Sultaniyədə və Şeybanilərdə bir çox topu və tüfəngi olduğu mənbələrdə qeyd olunur. Hətta şah öz mənbələrində belə yazır ki, mən əgər Sultaniyədəki ordularım ilə və Şeybanilərdəki ordularım ilə gəlsəydim, Çaldıran müharibəsinə qalib gələrdim. Bundan başqa, hətta üstünə bu döyüşün sürətlə baş verməsinin səbəbi nə idi? Yəni, şah niyə görə o döyüşdə topdan, tüfəngdən istifadə eləmədi? Şahın topdan, tüfəngdən istifadə etməməsinin səbəbinin birinci səbəbi Durmuş xan Rumludur. Durmuş xan Rumlu şahı döyüşə tələsdirmiş, şahı tez bir şəkildə döyüşə salmışdı. Hətta şahım tez olun, döyüşə gedək, şahım tez olun, döyüşə gedək deyə sözlər deyirdi. Şah isə buna dayana bilməmiş, döyüş meydanına sadəcə kəşfiyyatçı üzvləri ilə getmişdi. Amma artıq Çaldıranda Yavuz Sultan Səlim və ordusu şahı görmüş və şah da məcbur olub döyüş meydanına enib döyüşməyə məcbur olmuşdu. Üstünə döyüşün sonunda, Çaldıranın döyüşünün sonu 1517-ci ildir. Bir çox tarixçilər bunun 1514 olduğunu desə belə, bu yanlışdır. Çünki 1514-cü ildə əgər bu müharibə bitibsə, o zaman 1514-cü ildən sonra niyə görə Səfəvilər və Osmanlılar arasında bu müharibə davam edir? Hətta bu müharibə 1517-ci ilə kimi davam edir. Bu da deməkdir ki, Çaldıran döyüşü 1517-yə kimi davam edib, 1514-də olub bitməyib. Bundan başqa bizlər deyə bilərik ki, Şah İsmayıl Xətai bu döyüşdən sonra ümumiyyətlə depressiya keçirdib içkiyə mi düşdü? Əlbəttə ki, bu da yanlışdır. Şah ümumiyyətlə biraz məntiq işlətsəniz görərsiniz ki, şah ümumiyyətlə o dövrdə şeyxdir və şeyx əgər içki içərsə və xalq da bunu bilərsə, ümumiyyətlə o dövrdə şeyxin kəlləsini belə tapa bilməzsiniz. Şeyxi çoxdandan külə çevirərlər və külünü Hindistana atardılar və yaxud da Həzərin dibinə. Amma gördüyünüz kimi Şah İsmayıl Xətai 1524-cü ilə kimi yaşayır və çox da aman da böyüdüldüyü qədər depressiya keçirtmir. Əlbəttə ki, şah o döyüşdə ən yaxın dostlarını, ən yaxın generallarını itirir. Amma axır ki, şah bundan sonra çox da beləsinə aman da böyük bir depressiyaya düşmür.
Çaldıranın bir digər tərəfdən böyüdülməsinin səbəbi də güya bu döyüşdən sonra Səfəvilərin məhv olmasıdır. Amma bu da yanlışdır. Səfəvilər bu döyüşdən sonra məhv olmadılar və yaxud da Səfəvilər güclərini itirmədilər. Amma mənim başım açmadığı söhbət budur ki, yəni ümumiyyətlə Çaldıran çox böyüdülür. Amma məsələn Çaldırandan sonra Səfəvilərin Osmanlıları məğlub etdiyi, yəni Osmanlılar üzərində qələbə çaldığı bir çox döyüşlər var. Amma bu döyüşlər haqqında çox az məlumat verilir. Hətta Azərbaycan tarixi dərsliklərində bunlar haqqında heç məlumat verilmir. Gələk indi digər bir hadisəyə ki, bəs Çaldıran döyüşündən sonra Səfəvilərdə nə oldu? Çaldıran döyüşündən sonra Səfəvilər çox da böyük bir torpaq itirmədilər. Sadəcə onlar hakimiyyətlərində olduğu Anadolu torpaqlarından bir hissəyi uduzdular və Yavuz Sultan Səlim Anadoludakı, yəni sakitliyi, sükutu qoruyub saxlaya bilmişdi. Yəni aman da böyük bir müharibə olmadı. Bu müharibə sadəcə, yəni Otluqbeli, Malatya və yaxud da ondan da başqa digər normal Ankara kimi normal bir müharibə idi. Hakimiyyət dəyişmədi. Amma yox, Ankara'yı saya bilmərik, çünki Ankara'da hakimiyyət dəyişir. Osmanlı 4 hissəyə parçalanır. Bunu saymayaq, amma axır ki, Çaldıranda hakimiyyət dəyişmir. Hər iki dövlət olduğu yerdə qalır. Bəs Durmuş xan Rumlu bu döyüşdən sonra nə olur Durmuş xan Rumluya? Durmuş xan Rumlu haqqında bizə tam da məlumatlar, dəqiq məlumatlar verilmir. Bəzi mənbələrdə Durmuş xan Rumlunun bu döyüşdə öldürüldüyü deyilsə də, bəzi mənbələr deyilsə döyüş meydanından qaçıb gizləndiyi bizə deyilir. Bundan başqa Şah Təhmasibin buna reaksiyası nə idi? O qədər möhtəşəm 100 il yəni Qanuni Sultan Süleyman haqqında çəkilmiş möhtəşəm 100 ildə o qədər Şah Təhmasib alçaldılmışdı və Şahın Çaldırana münasibəti necədir? Şah ümumiyyətlə Durmuş xan Rumluya lənət oxutdururdu. Çünki Durmuş xan Rumluya görə bu döyüş baş vermişdi. Ona görə bu iki dövlət, iki türk dövləti bir-birlərinə girmişdi. Neysə, bundan da başqa deyilə biləcək bir söz yoxdur. Çaldıran döyüşü ümumiyyətlə çox böyüdülür və çox yığcam şəkildə bizə danışılır. Amma bu yanlışdır. Neysə, sağ olun, salamat qalın.